Всем привет, vise salam, şalom əleykum. Hər vaxtınız xeyirli olsun əziz millətim, əziz xalqım. Hamınızı xoş gördük. Bildiyiniz kimi bir neçə gün bundan öncə Türkiyənin hərbi təyyarəsi Gürcüstanda qəzaya düşdü və bu qəza nəticəsində 20 vətən övladı şəhid oldu. Bütün Türk dünyasının başı sağ olsun. Mən bu haqda bir video çəkmişəm. Məsələ o deyil. Məsələ odur ki, bunu fürsət bilən Azərbaycanla Türkiyənin dostluğunu, qardaşlığını bəyənməyən bəzi anti-ünsürlər və qara güruflular, sonra onlara da bir ad vermişəm, zümrələr hərəkətə keçiblər. Videolar paylaşırlar ki, bəs burada İsrailin əli var, Rusiyanın əli var. Burada bilirsiniz necədir? Yəni mən demək istəyirəm ki, hər kəs burada hərbi politoloq olub. Yəni bu təxribatçılara, bu qara güruflara, bu xəstə təfəkkürlü video paylaşanlara əziz dostlar, fikir verməyin. Anti təbliğatlara, ucuz təbliğatlara fikir verməyin. Bunlar birbaşa olaraq mən sizə deyirəm ki, iki dövlətin arasını vurmağa çalışırlar. Təbii ki, bildiyiniz kimi İsraillə Türkiyənin də arasında soyuqluq var. Bunu fürsət bilən ünsürlər hərəkətə keçiblər. Bizim məqsədimiz nədir? Bizim məqsədimiz ondan ibarətdir ki, bu məsələdə diqqətli olmalıyıq. Bu fikir verməməliyik bunlara və bu təxribatların da önünə keçmək və çalışdığınız qədər yorumlar yazmayın. Bunlara, bu təxribatlara da uymayın. Yaşasın Azərbaycan, Türkiyə, İsrail və Azərbaycana dost qardaş olan dövlətlər. Çox sağ olun diqqətinizə görə. Bu arada da videonu bəyənməyi, like etməyi, paylaşmağı da unutmayın.